Qaradağ rayonu Lökbatan qəsəbəsində Sədərək və Binə ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər 11 saylı regional ekologiya və təbii sərvətlər, Xəzər kompleks ekoloji monitorinq idarələrinin və iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bunu 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev bildirib. O qeyd edib ki, aparılan araşdırma və monitorinq zamanı sözü gedən ərazidəki boruların Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındakı nasosxanaya aid olduğu, Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən həmin boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilib. Xəzər kompleks ekoloji monitorinq idarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün boru vasitəsilə dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12.500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Eyni zamanda nöqsanların aradan qaldırılması üçün iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb deyə Qafar Ağayev qeyd edib.